Salamlayıram sizi mənim əzizlərim. Bugün böyük bir mövzunu 2-3 dəqiqəlik kiçik bir nitqə sığışdırmağa çalışacağam. Bizə deyirlər ki, ömrünü elə yaşa ki, hər an elə bil bu dünyadan köçəcəksən. Hər günün elə yaşansın ki, sanki bu an bu dünyadan köçürsən. İnsan bu an, bu dünyadan, bir saatdan sonra bu dünyadan köçəcəyini biləndə bu saatını necə keçirdəcək? Kin, kudurət, qəm, qüssə, günahlandırma, o yoxdur, bu yoxdularla, yoxsa ciyər dolusu nəfəs almaqla, elədikləri bütün səhvlərini bağışlayıb, hər kəsi sevməklə, özür istəməklə, onsuz da gedir də buradan. Hər anını doya-doya yaşamaqla, sevə-sevə keçirməklə, sevə-sevə yaşamaqla keçirdəcək. Əlbəttə ki, sevə-sevə yaşamaqla keçirdəcək hər anını. Nə üçün bizə bunu belə deyiblər? Ona görə bunu belə bizə deyiblər ki, biz hansı əhval-ruhiyyədə bədənimizi tərk ediriksə ruh olaraq, elə həmin əhval-ruhiyyədə də keçid prosesini yaşayırıq. O əhval-ruhiyyədən keçirik, müəyyən, lazımi, keçməli olduğumuz, hansı ki, bədəndən çıxır ruh, hansı yerlərə keçməlidirsə, ora keçir və bu yerlər müxtəlif ölçülüdür. Biz hansı tezlikdə rezonans verərək o məkana keçiriksə, onun həmin ölçüsündə də yerləşirik. Əgər aşağı tezlikdə bədəni tərk ediriksə, ağrıcılarla, kinlə, nifrətlə, təəssüflə elə orada keçirik, həmin ölçüyə də keçirik. Və o ölçüdə də yaşamağa başlayırıq. Fiziki olaraq yaşamağa başlayırıq. Fiziki bədəndən kənarda, fiziki bədənimiz bioloji bədənimizdir, şuurumuzun paltarıdır. Həzrət Əli deyir ki, ən gözəl paltar sağlam bədəndir. Bu bədən, sağlam bədən nəyin paltarıdır? Şuurumuzun paltarıdır. Şuursa əbədidir. Şuur ölmür. Şuur, insanın şuuru, yaradanın şuurunun bir zərrəsidir. Və o bədəni tərk edən vaxtı hansı tezlikdə, hansı əhval-ruhiyyədə rezonansdadırsa, həmin o tezliyə də keçir. Və orada yaşamağa başlayır. Necə yaşamağa başlayır? Hansı əhval-ruhiyyədə keçibsə, orada da yaşamağa başlayır. Bizim bədənimiz sadəcə bioloji varlıqdır burada və o bioloji varlıq bizim burada davranmağımıza, yaşamağımıza dəstək olur. Şuurumuzun yaşamağına dəstək olur, düşünməyimizə dəstək olur. Biz bu bədənin başının içindəyik. Yəni belə deyək də, başının içindəyik də. Həm də deyilik. Yəni maqnetik bir qüvvə ilə ora biz bağlıyıq. Birbaşa içində deyilik. Amma elə təsvir olunur, elə təsəvvür olunur. Və bədən, baş birbaşa şuura xidmət edir. Düşünən şuurdur. Beynin vasitəsilə yerdə. Gedəndən sonra artıq, belə deyək də, o ifadəni işlədək də, yer dilində olan ifadəni işlədək biz. O tərəfə keçəndən sonra, hansı ki, hər tərəf eyni anda mövcuddur. Nə o tərəf, nə bu tərəf sonra, əvvəl yoxdur. Hər şey eyni anda mövcuddur. O tərəfə keçəndən sonra şuurumuz bədəndən kənarda yaşamağa başlayır və burada topladığı
təcrübəni orada davam elətdirir. Sən bir ömür sevgilərlə yaşa, ora keçid dövründə, ora keçid anında daha doğrusu əhval-ruhiyyə sevgidən aşağıda olsun. Sən həmin əhval-ruhiyyədə ora keçəcəksən və burdan topladığın sevgi təcrübəsini sən orada yaşayacaqsan, amma həmin əhval-ruhiyyə ilə yaşayacaqsan. Təəssüf dolu əhval-ruhiyyə ilə yaşayacaqsan. Və bizə deyirlər ki, cənnət, cəhənnəm anlayışı. Kimlərsə insanı orada ittiham eləyir. Mənim gördüklərimə görə orada ittiham eləyən insanın özüdür. İnsan özünü orada ittiham eləyir. Orada səni ittiham eləyəcək kimsə yoxdur. Sən o tərəfə necə keçdinsə, orada elə də yaşayacaqsın. Əgər buradan qəzəb, kin və s. əhvalındasansa, düşüncəsindəsənsə və orada elə keçmisənsə, bu orada daha çoxalır. Çünki burada insan bir bədənə sığırsa, bir bədənə sığaraq bir ad familiyada özünü bilirsə və belə yaşayırsa, bu tezlikdə belə yaşayırsa, bu şuurda, orada insan anlayır ki, artıq anlayış qayıdır özünə, o insan anlayır ki, o fiziki bədən deyil. Və fiziki bədəndə topladığı emosiyalar ruhu əzir orada. O heç nə eləyə bilmir. O, onu əzən, onu sıxan emosiyalardan orada qurtula bilmir. Çünki orada o imkan yoxdur. O imkan yerdə ruha verilir. Bədən vasitəsilə. Yəni bizim fiziki bədənimiz sadəcə bioloji yaşamaq üçün deyil bizə burada. Fiziki bədən çox ağıllı, düşünülmüş biokompüterdir. Şuurlu biokompüterdir və onun hormonları birbaşa şuura kömək eləyə bilir ki, şuur yüksək əhval-ruhiyyə qalxsın. Neuromediatorlar. Oksitosin, dopamin, serotonin, bu hormonlar şuurun yüksək əhval-ruhiyyədə olmağına, sevgiyə çevrilməyinə kömək eləyir. Həm də bir də antidiuretik hormon, belə bir hormonumuz da var bizim və bunların hormonal vəziyyətdə olmağı, kortizoldan qurtulmağı şuura imkan verir ki, o yüksək əhval-ruhiyyədə olsun, xoşbəxt olsun, yaradıcı olsun, inkişaf eləsin, yaxşı işlər görsün, yaxşı şeylər düşünsün və belə çoxalsın. Özünü şuur bu şəkildə çoxalsın. Bədən şuura buna imkan verir. Burada, əgər aşağı tezlikdədirsə insan, kortizol digər aşağı tezlikli hormonlar dominantlıq təşkil edirsə, insan şuurlu şəkildə bu hormonları dəyişdirə bilər fiziki bədəndə. Ancaq o tərəfə keçdisə, bu imkanları onun yoxdur. O necə keçirsə, elə də qalır orada. Dəyişdirmə imkanı yoxdur. Yaradıcı imkanı var,
yaradıcıdır, şuur yaradıcıdır. Amma hansı tezlikdə keçdisə, o tezlikdə də yaradıcılıq eləyəcək və elədiyi də özünə olacaq. Özü özünü o şəkildə çoxaldacaq, o cəhənnəm əzabı deyilən bir şey var. Bax, həmin budur. İnsan elə burada özü özünün həm cənnətindədir, həm cəhənnəmindədir, şuurunun içindədir insan özü. Və özü özünə neuromediatorları vasitəsilə bunu yaşadır. Qəmi də, kədəri də. Nəyi qəbul eləyirsə və nəyi necə qəbul eləyirsə, o əhval-ruhiyyəni də özündə yaradır və həmin hormonları da rezonansa gətirir. Həmin o hormonların rezonansı da belə yüksək rezonansda olmağı insanın əhval-ruhiyyəsini qaldırır və bunlar hamısı düşüncə vasitəsilə olur və elə burada o bunu yaşayır. Təbii ki, bilmir onu. İnsan bilmir. İnsan bunu sadəcə unudubdur. Hər anında özünün cənnətini və hər anında özünün cəhənnəmini yaradır düşüncəsi ilə. Və bu yaratdıqları nə yaradıbsa, yaratdıqlarına o nə yaradıbsa, ora keçid anında nə ilə keçirsə, hansı anda nəyi varsa əlində, belə deyək də, loru dillə deyək də, nəyi varsa əlində, düşüncəsində, özündə, anında, həmin anda ondan keçir ora və onu orada çoxaltmağa başlayır. Bütün bu danışıqlarım bura nə üçündür? Bütün bu danışdıqlarım hal-hazırda ona görədir ki, 12 aprel 2026-cı ildə şuurun keçid dövrüdür. Fiziki aləmdə, fiziki bədəndə olan insanın şuurunda keçid mərhələsidir və hər bir insanda şuurda keçid mərhələsidir. Bu keçid mərhələsini hər bir insan keçəcək. Bu keçid mərhələsini keçməyən insan qalmayacaq. Ancaq kim hansı tezlikdə olacaqsa, elə orada keçəcək. Yəni, insan əgər həmin o keçid mərhələsində, şuurun keçid mərhələsində yüksək əhval-ruhiyyədə olacaqsan, təşəkkür dolu əhval-ruhiyyədə olacaqsan, sevgi dolu əhval-ruhiyyədə olacaqsan, qınaq, təhqir, incimə, tənqid, qəbul etməmə kimi tezliklərdən uzaqda olacaqsan, qəbul etmə, sevmə, bağışlama tezliklərində olacaqsan, onda onun şuuru yüksək tezliyə qalxacaq. Yəni, aşağı tezlikdən yuxarıda olacaqsa insanın şuuru yüksək tezlikdə olacaq, yüksək tezlikdən, ali tezlikdə, rezonansda olacaq və o tərəfə keçəcək, keçdi. Və növbəti zamanını, yerdə yaşayacaq zamanını bu tezlikdə davam elətdirəcək. Təbii ki, yer elə bir məkandır ki, dualizm şuurunda olan yer bir məkandır və burada dualizm şuurunda yox, dualizm aspektində olan, belə deyək də, bir oyundur, oyun məkanıdır yer. Burada mütləq şəkildə insana bu, həmin yüksək tezlikdə olan insana bu və ya başqa aşağı tezlikli oyunlar oynanılacaq. Ancaq həmin o yüksək tezlikdə olan insan bu oyunun oyun olduğunu görəcək və ora girməyəcək. Şuurlu şəkildə ora girməyəcək. Öz metodlarından bunu sevgiyə çevirəcək. Əlbəttə ki, ora çıxan adamın özünün hər birinin negativi pozitivə çevirmə metodu var. Kimi dualarla, kimi mantralarla, kimi afirmasiyalarla, hərənin bir, kimi meditasiyalarla, kimi namazla, hərənin bir yanaşma tərzi və
Neqativdən uzaqlaşma metodu var. Aşağı tezlikdə olan insanlar isə onlar da keçəcəklər. Ancaq onlar şuurunun aşağı tezliyinə keçib orada ilişib qalacaqlar və orada o təcrübələrini yaşamağa başlayacaqlar. Bu deməkdir ki, həmin o aşağı tezlikdə olan insanlar hələ ruhlar, insanlar deyək də, insan ruhları hələ yuxarı tezliyə çıxmaq üçün hazır deyillər. Onlar hələ bu oyunu oynayacaqlar. Aşağı tezlikli şuur oyununu oynamalıdırlar və onu oynayacaqlar. Hər kəsə seçim verilibdir. Hər kəsin özünün seçimi var. Bu seçimdən istifadə hüququ insanın özünə verilibdir. Mənim əzizlərim, seçiminizdə doğru olmağa, özünüzü, sizi xoşbəxt eləyəcək seçimdən istifadə etməyə hər birinizi dəvət edirəm. Düzgün seçimi eləyin. Elə seçim eləyin ki, həyatınızı burada və yəni burada fiziki bədəndə və sonradan fiziki bədəndən ayrılandan sonra o biri tərəfdə xoşbəxt yaşayasınız. O fraktalların içində o tərəfdə xoşbəxt yaşayasınız. 2 günümüz qalıbdır keçid zamanına. Hər birinizə uğurlar arzulayıram. Hər birinizin qəlbinə sevgi ilə dolmağı arzulayıram. Bu müddət ərzində hər kəsi, hamını sevin, bağışlayın, özünüzə zaman ayırın. Özünüzü sevin, bol su için, təmiz havada gəzin. Özünüzlə qalın. Özünüzlə qalın. Özünüzü tanıyın. Siz hər biriniz, biz hər birimiz Yaradanın unikal məxluquyuq. Unikal zərrəsiyik. Unikal hissəsiyik. Mən sizin hər birinizi sevirəm.